həyat sığortası ümumiyyətlə nə deməkdir? İnsanlar nədən həyat sığortası eləyərək özlərini sığortalayırlar? Ən əsas həyat sığortası nədir? Yaxşı sualdır əslində. Həyat sığortası insanın həyatında baş verə biləcək risklərdən sığortalanması deməkdir. Bu, ən əsas insanın səhhəti, sağlamlığı və həyatı ilə bağlı olan sığorta məhsullarıdır ki, bunları da indi sadalaya bilərik ki, bunlardan ən əsas icbari sığorta növüdür. Bir icbari növ var. Birisi qeyri-həyatda bir neçə icbari növ varsa, avtomobillərin, əmlakın icbari sığortası, amma həyat sığortasında yalnız istehsalatda bədbəxt hadisələrlə bağlı icbari sığorta məhsulu var. Digər məhsullar isə hamısı könüllü məhsullardır. Bunları da sadalaya bilərik. Bunlardan ən aktiv və populyar olanlar, yəni cəmiyyətə artıq bəlli olan, təbii ki, tanış olanlar həyatın yaşam sığortası ki, investisiya gəlirli bir sığorta növüdür. Digərləri isə kredit götürən şəxslərin həyat sığortasıdır. Kollektiv sığorta var, qrup halında sığorta və daha faydalısı mənim ən sevdiyim sığorta məhsulu sağalmaz xəstəliklər, yəni kritik xəstəliklərdən sığorta məhsuludur.